قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adıyla. Salam, hörmətli izləyicilər. Müxtəsər və faydalı təfsir proqramında Bəyyinə surəsinin təfsiri ilə yenidən sizlə birləşdik. Bugünkü dərsimizdə aşağıda qeyd edilən bir neçə önəmli sual ətrafında söhbət edib, onları cavablandırmağa çalışacağıq. 1. Xeyrülbəriyyənin mənası nədir? 2. Rivayətlərdə kimlərə xeyrülbəriyyə deyilir? 3. Bir dəstə insanın yaradılmışların ən pisləri olmasının səbəbi nədir? 4. Bəyyinə surəsi 6 və 7-ci ayədən hansı nəticə və mesajlar əldə etmək olar? Bizi izləməyə davam edin. Bismillahirrahmanirrahim. İnnellezîne keferû min ehlil kitâbi vel müşrikîne fî nâri cehenneme khâlidîne fîhâ. أولئك هم شر البرية إن الذين آمنوا وعملوا الصالحات أولئك هم خير البرية. Şübhəsiz, kitab əhlindən olan kafirlər və müşriklər cəhənnəm odundadılar. Əbədi orada olacaqlar. Onlar yaranmışların ən pisləridirlər. Həqiqətən iman gətirib və salih işlər görənlər yaranmışların ən yaxşılarıdır. Bəriyyə sözü ya bəriə kökündən olub, topraq ya da bəriə kökündən tutulub, yaranmış mənasını bildirir. Birinci mənada bütün topraqdan yaranmışlar, o cümlədən insan nəzərdə tutulur. Məcmuəül Bəhreyn, cildi 1, səhifə 49. İslami rivayətlərdə nəql olunur ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Əli ibn Əbi Talib aleyhissalatu vəssalama buyurdu. Xeyrülbəriyyə sən və sənin şiələrindir. Şəvahidü Tənzil, cildi 2, səhifə 359, hədisi 1130. Həqiqətən iman gətirib və salih işlər görənlər yaranmışların ən yaxşılarıdır ayəsi nazil olduqda Allahın Rəsulü sallallahu aleyhi və aleyhi və səlləm Həzrəti Əli aleyhissalama buyurdu. Huvə əntə və şiətükə tə'ti əntə və şiətükə yevməl qiyamə radin mərdiyyin. Onlar, yəni yaranmışların ən yaxşıları sən və sənin şiələrindirlər. Qiyamət günündə Allah sizdən, siz də Allahdan razı olduğunuz halda məhşərə gələcəksiniz. Şəvahidü Tənzil, cildi 2, səhifə 357, hədisi 1126. 6-cı ayədə insanın yaranmışlarının ən pisi olmasının səbəbi budur ki, ona Peyğəmbər və səmavi kitab göndərilsə də, həqiqəti anlasa da, təkəbbür üzündən inkarlıq göstərib iman gətirmir.
kəfəru min əhlil kitabi hum şərrul bəriyyə. Digər ayələrdə də oxşar məzmunla rastlaşırıq. İnnə şərrəd dəvab indəllah əs-summul buk əlləzinə lə yəqilun. Həqiqətən Allah yanında canlı varlıqların ən pisi həqqi eşitməkdə kar və həqqi deməkdə lal olan, düşünməyən insanlardır. Ənfal surəsi ayə 22. Ulaikə hum şərrul bəriyyə. Onlar yaranmışların ən pisləridir. Ayəsi çox sardıcı bir ayədir və onu göstərir ki, açıq-aşkar dəlil gəldikdən sonra doğru yolu tərk edib zəlalət yolunu seçinlər. Canlı, cansız varlıqlar arasında ən pis və ən dəyərsizdirlər. Amma ayədən mesajlar və dərslər ki, əldə alırıq. 1. İslamı qəbul etməyən şəxs müşrik olsa da, kitab əhli olsa da kafirdir. İnnellezine kəfəru min əhlil kitabi vəl müşrikin. 2. Kitab əhli və müşriklərin aqibəti eynidir. Əhlül kitabi vəl müşrikinə fi nari cəhənnəm. Varlıq aləminin əşrəfi olan insan əşkar dəlilləri inkar etməklə ən rəzil məqama süqut edir. Şərrul bəriyyə. 4. İnsan öz seçimi ilə məqamını müəyyənləşdirir. Ya şərrul bəriyyə cəhənnəmlik olur, ya da xeyrul bəriyyə cənnətlik. Kəfəru şərrul bəriyyə, amənu xeyrul bəriyyə. 5. Sair varlıqların inkişafı və süqutu məhduddur. Lakin insanın inkişafı və süqutu nihayətsizdir. Şərrul bəriyyə, xeyrul bəriyyə. İnsan xalis iman və salih əməl sayəsində mələkdən də üstün ola bilər. İmanı salih əməllə müşayiət olduğunda faydalıdır. Amənu və əməlüs salihat. Amma küfr təklikdə cəhənnəmlik olmağa səbəbdir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Növbəti dərsimizdə də Bəyyinə surəsinin təfsirini davam etdirəcəyik. Yenidən görüşmək ümidi ilə salamat qalın. Allah'a emanet.